Kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var. Onu da bildirməliyəm ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, geniş miqyaslı və çox çeşidli subsidiya mexanizmlərini tətbiq edir. Düzdür, burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Bu barədə də danışılacaq. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri və bu da deyə bilərəm ki, dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir. O cümlədən güzəştli kreditlərin verilməsi, dövlət xətti ilə bugün də həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir. Məsəl üçün, əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən ilə artırdı. Amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Və həm məhsuldarlıq çox aşağı səviyyədə idi, haradasa maksimum 1 ton hektardan, köhnə dillə desək 10 sentner və pambıq istehsalı Azərbaycanda 20.000 tona düşmüşdü. Görülmüş tədbirlər nəticəsində ildən ilə aparılan islahatlar nəticəsində bugün həm məhsuldarlıq artıb, həm də istehsal artıb. İndi bugün son nəticələrə görə 360.000 tondan çox pambıq istehsal edilmişdir və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur. Baramaçılıq faktiki olaraq əldən getmişdir. Görülmüş tədbirlər nəticəsində, dövlət dəstəyi nəticəsində baramaçılığı da biz bərpa etdik və bununla bağlı olan ipəkçilik də inkişaf etməyə başlamışdır. Və belə misallar çoxdur, yəni çox vaxt itirmək istəmirəm. Sadəcə olaraq bildirməliyəm ki, bir çox istiqamətlər üzrə bizim nəzərdə tutduğumuz vəzifələr icra edildi. Ancaq buna baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni dövlət proqramı hazırlansın, qəbul edilsin, hər tərəfli olsun, əhatəli olsun, həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret olmalıdır və qısa müddətli olmalıdır. Və bugün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir.